bunlar şayələrdir. Bunlar müəyyən işbazların necə deyərlər, hərəkətə keçmək üçün öz əllərində olan avtomobillərin satılması üçün bir vasitədir. Çünki Azərbaycanda maşın qiymətlərində son dövrlər çox durğunluq var. Qiymətlərin qalxmasının təsir edən səbəblərdən biri yalnız nəqliyyat vasitələrinə ediləcək rüsumlarda ola bilər. Yoxsa bu qeyri-mümkündür hal-hazırda. Çünki mövsümü yazla bağlı iki problem ola bilər, qiymət oynaması ola bilər daha doğrusu, amma bu da müvəqqətidir. Çünki yay ayında yenidən qiymətlər enəcək. Digər bir tərəfi isə ondan ibarətdir ki, kifayət qədər ölkəyə elektromobillər gəlir, digər avtomobillər gəlir. Bax, bunda da artıq necə deyərlər, bu məsələlər öz həllini tapacaqdır.